Hörmətli izləyicilər, sizə Xırdalanda, mərkəzdə gözəl bir möhtəşəm ev təqdimatına gəlmişəm. 16 mərtəbəli yaşayışlı binanın orta mərtəbəsində. 2 otaqdan 3 otağa düzəlmə mənzildir. Mənzilə bugünkü gün əli heç nəyə vurma, hər şey təmir, gözəl təmirdir. Təqdimata qonaq otağından başladıq. Gördüyümüz kimi kondisioner də var burada qonaq otağında 100 kvadratlıq. Burada əlavə bir dənə belə bir mətbəxdir. Mətbəxdən də balkona bir çıxışdır. Belə letin mətbəxdir yığılıb burada. Bu yataq otağından da balkona da çıxış var, qonaq otağından da. Bura qonaq otağıdır, hörmətli izləyicilər. Burada geniş kvadratda bir. Gördüyünüz kimi qapılar da hamısı şam ağacıdır. Qapı seyf qapı ilə əvəz olunub. Burada da yenə belə bir gözəl, geniş bir kvadratda şkaf da yığılıb. Belə. Burada əlavə bir dənə sanitar qovşaq otağıdır. Burada böyüklər üçün nəzərdə tutulmuş yataq otağıdır. Qapılardır. Proxorjda girişdə, hol hissədə şkafdır. Mətbəx meblidir. Hamısı şam ağacından yığılıb. Əlavə burada böyük bir hamam otağıdır. Bu hissədə də mətbəxdir. Mətbəx də geniş kvadratdadır. Mətbəxdən də burada belə bir uşaq yataq otağıdır. Uşaq yataq otağına da pəncərə düşür. Əlavə də burada yenə uşaq yataq otağında gözəl bir belə divarçı şkafdır yığılıb. Burada hörmətli izləyicilər, mətbəxdir. Soyuducunun yeri burada nəzərdə tutulub. Yaşayışlı mənzil olub, çox səliqəli bir mənzildir. Heç bir təmirə, heç bir ehtiyac yoxdur. Döşəmə parketdir. Bütün mebellər, qapılar hamısı şam ağacıdır. Gördüyümüz kimi bu belə geniş bir hol hissəsi var. Hörmətli izləyicilər, mənzilimiz mərkəzdə, Xırdalanda. Prospekt yol kənarı, köhnə bazarla üzbəyüz 16 mərtəbəli yaşayışlı binanın orta mərtəbəsində yerləşir. 2 otaqdan 3 otağa düzəlmə mənzildir. Sayəsi 93 kvadrat. Sənəd kupçadır. Qiymət 150 min manat təyin olunub. Təbii ki, real müştərilərə sahibi tərəfindən cüzi də olsa endirim nəzərdə tutulub. Real müştərilər buyurun zəng vurun, diqqətcə görə, çox sağ olun. Kimin də belə gözəl mənzilləri, həyət evləri varsa satışına köməklik göstərə bilərik. Buyurun, diqqətcə görə, bir daha çox sağ olun.